Dördüncü sualla davam edirik. Deyir, qarşısına işarə qoyulmuş cümlələrlə bağlı uyğunluğu müəyyən edin. İlk öncə qarşısına işarə qoyulmuş cümlələri tapaq. Biri bu cümlədir. Dairə işarəsi qoyulub. İnsan psixologiyası baş verən müəyyən bir hadisəni şəxsi perspektivi ilə tarixləşdirməyə, şərh etməyə çalışır. Növbəti cümləmiz isə budur. İnsanların demədiklərini, hətta heç vaxt deməyəcəklərini irad kimi qəbul edib, ona görə həyatımıza davam edir və həyat hekayələrimizi bu bünövrə əsasında formalaşdırırıq. Baxırıq. Deyir, sindromun mahiyyəti və nə zamandan yaranması şərh olunur. Sindromun mahiyyəti qeyd olunur, ancaq nə zamandan yaranması şərh olunmur. Ona görə A variantı uyğun gəlmir heç birinə. Uyğun gəlmirsə D variantını silərəm. Y variantını silərəm. Eyni zamanda A variantını silərəm. Müəyyən mövzularda subyektivliyin olması fikri ifadə edilir. Baxın burada subyektivliyinə. İnsan psixologiyası baş verən müəyyən bir hadisəni şəxsi perspektivi ilə tarixləşdirməyə, şərh etməyə çalışır. Bəli, burada subyektivlik özünü göstərir. Ona görə 1-ə B variantı uyğun gələr. C-yə baxırıq. Kənardan edilmiş haqlı tənqidlərdən nəticə çıxarmaqdan danışır. İlk baxışda romb işarəsi olan bu cümləyə uyğun gəlsə də, amma burada haqlı bir tənqidlərdən danışılmır. Burada ümumiyyətlə tənqid olunmur. Kimsə haqqında hər hansısa bir fikirdə türklər deməli bulunmur. İrad bildirmir. Təklifləri yoxdur. İnsan qeyri-real düşüncələrə özünü inandırır. Ona görə də C variantı da yoxdur heç birində. C-də gedir, A-da gedir. Gizli qorxunun insan üzərindəki hakimiyyətinin nəticəsindən söz açılır. İnsanların demədiklərini, hətta heç vaxt deməyəcəklərini irad kimi qəbul edib, ona görə həyatımıza davam edir və həyat hekayələrimizi bu bünövrə əsasında formalaşdırırıq. Onun nəticəsindən söz açılmır. D-də getdi. Yanlış düşüncələrin insan seçimlərinə təsiri ifadə edilib. Bəli, az öncə də oxuduğum romb işarəsi olan, yəni bu cümlədə var. Ona görə 1-ə B, 2-yə Y variantı olacaq. Doğru cavabımız olacaq B variantı. Davam edirik 5-ci sualına. Artıq diqqət yetiririk. Burada müddəa fakt fikirləri var. Gerçəklikdə olmayan hansısa bir hadisə gələcəyi yanlış şəkilləndirə bilər. Bəli. Şəkilləndirə bilir. İnsanı narahat edən fikirlər fərdi inkişafa yol açması. Burada fərdi inkişafdan danışılmır. Əksinə, insanlar uğur qazansa da bu narahatçılıqları onları uğursuzluğa düçar etmiş olur. Bir olan variantları çıxacağıq. A, D variantı getmiş olacaq ona görə. İnsanların deməyəcəyi sözlərin deyilmiş kimi qəbul edilməsinin nəticəsində özünə inamın itməsi. Bəli, bax, romb işarəsi olan bu hissədəki cümlədə əks olunan fikirlə səsləşir. 2 ona görə doğru cavabımdır. Zamanla münasibətdə insanın davranışı, burada zamanla yarışa girmək və s. kimi fikirlər yoxdur. 3 də gedir. Artıq cavab məlumdur, amma yenə davam eləyək. Real olmayan iradların mövcud hal kimi dəyərləndirilməsi az öncə romb işarəsi olan elə həmin cümlədə də bu fikir qeyd olunmuşdu. 5-də də B variantıdır. Bu sindroma, Axilles sindromu təsir edən ən azı 2 amil yazın. Məsəl üçün yaza bilərəm mən qeyri-real fikirlərin insana mənfi yöndə istiqamətləndirməsi, bir bu fikri yaza bilərəm. Daha sonra yaza bilərəm ki, başqalarının fikirlərini oxuma cəhdi, kimlərinsə onların haqqında nə düşüncəsinin maraqlı olması, oysa o şəxslər
heç həmin insan haqqında bir düşüncəsi yoxdur. Və bu mətni çox sevirəm, çünki günlük aktual olan bir psixoloji durumla bağlıdır. Bizim sözün həqiqi mənada xalq olaraq, millət olaraq genimizdə məhz bu xüsusiyyətlər var. Qonşu üçün yaşamaq, kimsə mənə nə deyəcək, nə düşünəcək, bu haqda düşüncələr məhz bizim həyatımızı öz ağuşuna alır. Bir də baxırıq ki, zaman gedib və biz geridə boş, mənasız bir anıları depolamışıq. Ancaq insanın ətrafı ilə, hətta ətraf bir yana özü ilə yarışa girməsi kimi məsələlərlə rastlaşmış oluruq. Bunu da burada qeyd etdim. Çalışın, özünüz üçün yaşayın həyatda yaşadığınız zaman. 7-ci suala baxırıq. Beyində qurulmuş reallığı əks etdirməyən düşüncələr insanın mənəvi məğlubiyyətidir. Bəli, bu suala da cavab verərkən ilk öncə qeyd eləyin ki, mətndə də olduğu kimi və yaxud deyildiyi kimi bu cür fikirlər insanı mənəvi olaraq, psixoloji olaraq məhvə məhkum edir. İnsan qazandığı uğurlardan sevinə bilmir. Qazandığı uğurları ləzzətini yaşaya bilmir. Bu kimi fikirlər yaza bilərsiniz və yaxud yaza bilərsiniz ki, bu sindromun əsas problemli tərəflərindən biri mövcud olmayan bir düşüncəni insanın özü üçün var etməsidir. Elə bax bu cümləni yazmağınız kifayət edər ki, az öncə qeyd etdiyim bu sindromun əsas problemli tərəflərindən biri mövcud olmayan qeyri-real bir düşüncənin insanın özü üçün var etməsi, qəbul etməsidir. 8-ci suala baxırıq. Altından xətt çəkilmiş sözlər. Altından xətt çəkilmiş sözlər burada hiss və düşüncələrin təsiri altında böyüyərkən bir də mənəvi yüklər. Mənəvi yüklər bilirik ki, poetikdir. Amma böyümək burada həqiqidir. Yəni biz bura yazarıq birinci sözə informativ. İşlədərəm, daha doğrusu bu hissəyə yazmalıyam informativ. Bu hissədə də başqa mənada yazaram ki, məsəl üçün düşüncələri ilə yox. O imtahanı öz gözündə böyüdərək uğursuzluğa düçar oldu. İmtahanı gözündə böyüdərək. İmtahanın böyüməsi əlbəttə ki, poetikdir. Poetik. Burada sonra qeyd elədik ki, mənəvi yüklər. Mənəvi yüklər əlbəttə bilirik ki, poetikdir. Biz onu həqiqidə necə işlədə bilərik? Qoca yükünü boşaltdı, məsəl üçün. Kənara qoydu. Bu isə informativ mənada olacaq. Deyir mətnin məzmununa əsasən son abzasda nöqtələrin yerinə yazıla biləcək sözləri müəyyən edin. Görək son abzasda harda nöqtələr qoyulub. Bax bu hissəni deyir. Bu hissəni siz də oxuyun sualınızı. Deyir, hadisələri nöqtə-nöqtə və ömrümüzün bütün günlərini qorxusuzca sevgi ilə yaşamaq lazımdır. Hadisələri olduğu kimi qəbul edərək. Bax, bu fikri yaza bilərsiniz. Olduğu kimi qəbul edərək, düzgün dəyərləndirərək, olduğu kimi qiymətləndirmək, dəyər vermək, olduğu kimi qəbul etmək, düzgün dəyərləndirmək. Bax, bu fikirlərin hər birini yazmaq olar. Giriş hissəyə. Giriş hissəyə mən yazaram. Baxırıq giriş hissəyə, mətnimizin girişinə.
İnsanlıq var olduğu gündən yaşanmış hər bir hadisə şəxsi təcrübəyə hoparaq gələcək nəsillərə ötürülüb, bəlkə də tarixdəki izlərin əbədiləşdirilməsi ilə insan bu dünyadakı faniliyin, əksikliyin düşünüb. Aha. Bax, burada yaza bilərəm ki, gizli mesajlar. Gələcəyə ötürülən, məsəl üçün, mesajlar. Giriş hissəyə mən belə bir plan qoyuram. Gələcəyə ötürülən mesajlar. Sonra burada ikincini verib. Anın yaşanması. Anın yaşanması, baxın, deyir, keçmişə qayıda bilmədiyimiz kimi gələcəyə də gedə bilmərik. Ona görə də falçılığa ehtiyac yoxdur. Hadisələri olduğu kimi qəbul etməli. Ömrümüzün bütün günlərini qorxusuzca sevgi ilə yaşamaq lazımdır. Deməli, nəticə hissəyə mən yaza bilərəm. Anın yaşanması. Bu hissə nəticədədir. Görək, əsas hissədən nəsə veribmi? Yox, heç nə verməyib. İndi əsasa aid mən plan qurmalıyam. Məsəl üçün yaza bilərəm ki, Axilles sindromunun nəticələri. Məsəl üçün yaza bilərəm Axilles sindromunun mahiyyəti, yaranması, inkişafı və s. Bu mətnimizin də izahı burada bitdi. İnanıram ki, sizə çox faydalı bir izah oldu. Ən azından mətnin izahını dinləmədinizsə də elə bu mətni oxumaqla hər hansısa bir düşüncələrinizi, fikirlərinizi dəyişdirdiyimi düşünürəm artıq. Sağlıqla qalın.